PSG-ni finalda gözləsəm də Arsenalı gözləmirdim. Amma baxımlı futbol oynamayıb uğur qazanan çox komandalar Komandalar var. İndiyə kimi itəməz. Yəni Arsenal PSG qədər hücumu güclü olan bir komanda ilə qarşılaşmamışdı. Futbolun NBA-yi də Elədir, İngiltərə Premyer Liqası. Bu klubun biraz genetikasında tarix yazmaq var. Kvara, Əşrəf Hakimi sadəcə PSG-nin görünən fiqurlarıdır. 51-49% deyəlim ki, Arsenal qələbəni daha çox istəyəcək. Biz futbol yox, fəlsəfə görəcəyik. Sokratdan Ramstadlar gətirəcəyik ki, Arsenalın çempion olmasının səbəbi Arsenalın güclü olması deyil. Ona kifayət edəcək mənəcə ki, qızıl top götürməyə. ikinciden zərbə məşqçisini deyə bilərəm ki, onun haqqıdır. Arteta müdafiədə deyəcək getməyin qabağa. Getməyin qabağa. Çünki ikinciden zərbə yeganə yoludur Arsenal. Bu gün məsəl üçün Juventus və Interin vəziyyəti necədirsə, İtaliya millisinin vəziyyəti də həmin cürdür. İtalyan futbolu fanatları keçmişdən fanat olanlardır.